Gəlin belə bir suala baxaq. Düşmənin varmı? Ki zaten var. Hamı deyəcək ki var, okey. Birdir, ikidir. Karoçi. Konkret bir düşməndir. Sənə ən çox düşmənçilik eləyən insan kimdir? Nə üçün düşmənçilik eləyir? Planı nədir? Nə addım atacaq? Gəl baxaq. Düşmənin varmı deyə baxaq. 1'dir, 2'dir, 3'dür deyənlər əlinizi qaldırın. Çünki burada 3 nəfərdən çox düşmənləriniz var. Amma siz hamısından qorumadasınız. Mən sizə onu deyim ki. Siz bilirsiniz, sizin həyat tərzinizə, yaşayışınıza, özünüzə paxıllıq eləyən insanlar çoxdur. Hətta düşünürlər ki, onun hər şeyi yerindədir. Onun üçün həyatda elə bil sanki sehirli bir cini var, əlini belə eləyir, hər şey qarşısına tökülür, ayağına tökülür. Burada qadınlar varsa deyir ki, hamı onun dərdindən ölür və s. Dünya, aləm vecinə deyil, amma bir yandan baxırsan ki, hər şeyi var, pulu var, işi var, gücü var və s. Bunları hardan qazanır deyən insanlar çoxdur. Okey, bunları qoyaq bir kənara. Gəl baxaq, konkret bir düşmən. Konkret bir düşmən varmı? Konkret varmı elə bir düşmən ki, daimi sənə pislik eləmək istəyir, daimi sənə, belə deyim də, planlar qurur, sinsilik eləyir. Varmı elə bir düşmən? Sən kəsib atmısan onun əlaqəni. Sən bilirdin kimdir sənin düşmənin. Sən onunla bütün yollarını ayırmısan, bütün, belə deyim də, əlaqələri kəsmisən. Kimdir o düşmən? Kimdir o düşmən? Kimdir? Həyatda heç bir şeyə nail olmayan, bədbəxt bir insandır o düşmən. Mən sizə deyim ki, bu həyatda demək olar ki, ancaq onun bunun paxıllığını çəkən bir insan. Tamam, o kimdir də? Yəni, burada kişi də çıxır, qadın da çıxır. Ona görə bəzilərinizdə eks ilişkiniz ola bilər, qadınlar baxırsa, kişilər. Amma bəzilərinizdə də eks rəfiqəniz, yəni, hansı ki, əvvəl bu insanla yolunuz olubdur, bu insanla bir müddət görmüsünüz bu insanın sinsiliyini və s. əlaqəni kəsmişsiniz. Gəl baxaq, o kimdir? Kimdir? Gəl çıxsın ortaya, kimdir o? Bəli, necə bayaq dediyim kimi, bəli, bu insanla bəlli bir dostluğunuz, yaxınlığınız olubdur. Rəfiqəliyiniz də ola bilər, nə bilim, qohumluğunuz da ola bilər. Hansı ki, bu insanla bir əlaqəniz olubdur. Burada keçmiş münasibətiniz də olan insan var. Və o insan sinsi olduğunu görmüsünüz siz. O insanın şeytan olduğunu görmüsünüz. Yenə deyirəm, burada iki yerə bölünür. Burada eks münasibətdə olduqlarınız da var. Kişi də izləsə, qadın da izləsə. Eks ilişki, keçmiş münasibətiniz. Burada dostluqla əlaqədar da olanı var. Yəni, iki cür var, iki yol. Tamam. Amma hər ikisi ilə də hər kim olur olsun yolunuzu ayırmışsınız. Okey, gəl baxaq. Hazırda fikrindəki insan səninlə əlaqədar nə düşünür? Yəni, birinci ona baxaq ki, niyə səninlə düşmənçilik eləyir? Həmin o insan səninlə nə üçün düşmənçilik edir? Nə üçün düşmənçilik edir? Birincisi, gəlin belə bir şey deyim ki, sən bu insanı вы переросли друг друга, ruslar deyirlər, rusların sözü var. Yəni, sən o insandan böyümsən. Yəni, necə böyümsən? Frekans olaraq böyümsən, həyat tərzi olaraq böyümsən, enerji olaraq böyümsən. Ola bilsin ki, həyatının müəyyən bir etapında bu insanla birlikdə olmuşsan, sonra baxmırsan ki, bu insan birincisi xainlik eləyir, ikincisi bu insan irəli getmir, üçüncüsü bu insan irəli getməyə əvəzinə daha da başqalarını qınayır, irəli gedənləri qınayır və sən demirsən ki, bu mənim tayım tuşum deyil. Çünki bu insanla müəyyən bir süfrədə çörək kəsmişliyiniz olubdur. Amma onun səninlə düşmən olmağının səbəbinə baxıram ki, sadəcə qısqanclıqdır və sənin ondan daha yüksəlməyindir. Baxaq yenə, burada keçmiş ilişkində burada xəyanət də var, amma yenə də onun sən elədiyi. Nə üçün səninlə düşmənçilik edir o insan? Nə üçün səninlə düşmənçilik edir? Bu əslində hər zaman olubdur. Sadəcə sən sonradan başa düşmüsən. Yəni, bu insan zaten sənə salam verən bir gündən zaten səninlə düşmənçilik olubdur. Yenə deyirəm, bu münasibətdə ola bilər, dostluqda, qohumluqda, hər nədirsə bir etapda, məsələn, sən tutaq ki, həmin vaxtı normal işin gücün olmayıb və s. Tutaq ki, normal həyat tərzin olmayıb, sonra birdən-birə sən ailə qurmusan və s. Bu ona başlayıb artıq iç üzə açılmağa
Və yaxud da ki, sən işində yüksəlmişsən, uca görmüsən ki, disleksiyan var deyəsəm məndə. Uca görmüsən ki, bu insan başlayır iç üzünü göstərməyə. Yəni bu əvvəl səni özündən aşağı kateqoriyada görürmüş və yaxud da ki, özündən eyni kateqoriyada və birdən sənin bundan yüksəlişin buna təsir edib və başlayıb artıq içindəki çıxartmağa, içindəki nifrətini çıxartmağa. Belə bir şey olubdur, yəni. Gəl baxaq, hazırda səninlə əlaqədar planları varmı həmin o düşmənin? Səninlə əlaqədar planı varmı sənin? O oturub durub planlardansa, o oturub durub nə bilim dualar eləyir, arzular eləyir ki, inşallah ki, necə yüksəlibdir, elə də düşər falan, belə bir şey eləyir. Yəni itin də duası yerinə yetsəydi, göydən sümük yağardı. Buna fikir verməyin. Zaten belə deyim də, bu bunu gözləyir. Hətta ola bilsin ki, sənə hansısa bir negativ, belə deyim də, sənə hansısa bir magiya falan eləyir mi görüm? Burada elə bil ki, magiyaya meyilli biri də var. Kişi də olsa, qadın da olsa. Sənə hansısa bir magiya falan, cadu falan eləyir mi bu? Kartlar deyir ki, sən bunu düşünmə. Çünki o nə edirsə, o elə bir, belə deyim də, zamknutlu kruqun içindədir, elə bir qısır döngünün içindədir ki, nə eləyirsə üstünə tökülür. Zaten yəni kartlar deyir ki, sən bunu düşünmə də, sən həyatını yaşa, boş ver, bunu düşünmə. Gəl baxaq, hazırda səni izləyirmi? Çünki nə eləyirsə zaten başına tökülür, sənə təsir eləmir. Gəl baxaq, yəni ona görə yox ki, sənin zaşitan var. Ona görə ki, bu elə bir cəzaya keçib, elə bir bəlaya keçibdir ki, bu indiyənə qədər o qədər şeylər eləyib və elə bir düyünə düşübdür ki, nə eləyirsə özünün zərərinədir. Yəni nə eləsə ancaq özünə olur. Belə bir şey olubdur bunda. Belə bir bloka düşübdür, belə deyək. Baxın, sənə qarşı hansısa addım atmaq planı var. Səni izləyirmi? Sualımız buydu. Səni izləyirmi? Həmin o düşmən səni izləyirmi? Bəli, hardansa kənardan, bucaqdan izləyir, gizlin şəkildə izləyir. Yəni, bəzilərinizin tutaq ki, sosial şəbəkəniz varsa, fake profillə izləyir. Bəzilərinizdə tutaq ki, hər nədirsə, burada kartlarla da açıb sizə əməli başlı bu baxdırmağı falan var. Amma belə yetərli bir məlumat ala bilmir, yəni, belə deyim. Tamam, ondan sənə hansısa bir zərər gələcəyimi, ciddi bir zərər gələcəyimi, yox, yəni, boş ver, boş ver. Ondan sənə elə bir zərər görmürəm, yenə deyirəm, o özü elə bir düyündədir, elə bir bağlılıqdadır ki, boş ver. Onun özü bağlıdır. Gəl baxaq, bəs sənə addım atacaqmı həmin insan? Yəni, sənə addım atacaqmı həmin insan? Təkrar sənə hansısa bir addım atacaqmı? Bunun sənə bilirsən necə addımı var. Burada bəziləriniz ümumiyyətlə əlaqəni kəsmisiniz, amma yox, əlaqəniz varsa, salam sağ ol varsa, sadəcə yolunu ayırmısansa, ondan hansısa bir zəng, hansısa bir mesaj gələ bilər, hansı ki yoxlama tərzində görüm. Tutaq ki, işlər görürəm, görüm ona təsir edibmi, görüm indi hansı enerjidədir. Yəni, zəng eləyib, hətta keçmişi sənin yadına sala bilər və yaxud da ki, keçmişdə olmuş hansısa bir hadisəni tutaq ki, yadındadır, filan bir məsələ olmuşdu, mənim yadımdan çıxıbdır, orada belə bir məsələ necə olmuşdu. Güya ki, yəni, səndən nə isə soruşur da, yəni, belə bir məsələ ilə əlaqədar səndən əlaqə saxlaya bilər və ya mesaj yaza bilər. Kartlar sənə nə məsləhət görür ümumiyyətlə, o insanla əlaqədar nə məsləhət görür? Kartlar sənə məsləhət görür ki, burada özün varsa, ailən varsa, ailənə yönəl, özünə yönəl, öz qorumağa yönəl, maddi durumu var, işivə yönəl və elə şeylərə də fikir vermə. Onları necə buraxmısan Allahın ixtiyarına, elə də burax. Allaha həvalə et. Aldım, qəbul edin, yaz ətrafı baxım üçünsə profildəki nömrə ilə əlaqə saxla.